məktəb vaxtı biz hekayələri oxuyanda bizə deyirdilər ki, gəlin məzmununa danışın dərsdə. Şeiri nə edirdilər? Deyirlər əzbər deyin. Niyə? Çünki şeirdəki nizam, intizam, düzülüş, bəhr, qafiyə var. Mən onu rahatdır əzbərləmək, yadda saxlamaq. Mən bir dənə misal çəkim sizə ki, hamı bilir ki, göy qurşağı nədir? 7 rəngdir. 7 rəngdir. İndi kimdən soruşsan ki, o 7 rəngi ardıcıl saysan, əksəriyyət adam saya bilməyəcək. Qəbul. Amma 2 misra desəm əzbərləyə biləcəksiniz. Qoca nənə 80 yaşında, mücrü gəzdirir başında. Qoca nənə 80 yaşında, mücrü gəzdirir başında. Balaca uşaqdımını əzbərləyə bilər. Ayşə, bunu ilə göy qurşağının rənglərini bir demək olar. Qoca qırmızı, nənə narıncı, 80 sarı, yaşında yaşıl, mücrü mavi, gəzdirir göy, başında bənövşəyi. Yəni bu formada adi 7 dənə sözü biz yadımızda ardıcıl saxlaya bilmirdik, düzdür? Amma bu 2 misranın rahatçılığına necə oldu ki, bu necə oldu yadımızda saxladıq? Axı bu 2 misrada daha çox söz var, nəinki orada. Deməli, bunu necə deyərlər, nizama salanda, nizam intizamla olanda insan beyninə daha yaxşı oturur və Qur'an-ı Kərim də ona görə bu cür nizam intizamdandır ki, o dəyişdirilməsin, təhrif olmasın və Allah deyir, mən onu qoruyacağam. Bu həmən qorumaqdır ki, mən onu hələ formada yaratmışam ki, oradan bir dənə kərpic çıxartsan, orada yeri boş qalacaq. O, yəni təbii ki, kimlər bilər bunu? Ağıl sahibləri, bu işi bilən adamlar.